Allahın salamı olsun bütün hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar, biz bilirik ki, statistikaya əsasən dünyada qadınların 95% nervozdan əziyyət çəkir. Kişilər də elə o qədərdirsə, birinci qadınları hesablayırlar, ondan xəbərim var. O qadınları hesablayırlar, yəni kişilər haqqında da özümüz görürük. Ancaq bir şey var ki, bir nüans var ki, qadınlar daha çox diqqətdə saxlanılır. Çünki kişilər əsəbi olduqda, haykü etdikdə, lazımsız hərəkətlər etdikdə kişiləri qınamırlar çox vaxt. Əslində isə bu xəstəlikdir, deyirlər kişiyə hər şey olar. Kişidir, falan da o, qadın cəməlli olmalıdır. Xeyr, kişilərdə də nervoz xəstəliyi var. Ancaq mən bir şey deyim, əsas onu demək istəyirəm ki, bu hamı bildiyi kimi internet, işıq, telefon, sonra yeməklərin pisliyi, bunların mövcudluğundan insanlarda ikinci nüansı da deyəcəm, bu da vacibdir. İnsanlarda demək, hansısa maddələr çatışmır, hansısa elementlər çatışmır. Bilirik ki, dünyada hər bir şey Mendeleyev müzəzzərində olan elementlərdən ibarətdir. Ancaq yeni elementlər də tapılır. Vitaminlər də, cılal, yağ, yaxud hansısa minerallar, yaxud hansısa bir maddə çatışmayanda insanlarda, kəm-kəsir olduqda bunlarda insan xəstələnir. Yəni, lazımdır ki, o elementi, maddəni dərman şəklində qəbul eləsin ki, sağalsın. İkinci xəstə edən şeylər var, işıq, yəni yeməklə bağlıdır çoxu birinci dediyim. İkinci, işıqla, internetlə, telefonla bağlıdır ki, bunları da söndürməklə, mən şəxsən söndürürəm necə, azad oluram, yəni əsəbdən. İnanın ki, işığı çox vaxt avtomatdan söndürürəm. Oxşudan. Yaxud interneti adaptör çıxartmaqdan kifayətlənmirəm. Tokdan ayırmaqla rozetkanı. Yəni, çünki kompüterin, stolçu kompüterində o kompüterdə internetdə olan şeytani şeylərin aurası qalmasın deyə. Və o şeytani şeylərə də baxmıram. Bu da ən vacib bir şeydir. Biz Qurana əməl etdikcə, yəni haqla məşğul olduqca batıl bizi işğal edə bilməz. Haqla məşğul olmadıqda batıl bizi işğal edir. Yəni internetdə lazımsız şeylərə baxdıqda müsəlman, mömin lazımsız şeylərlə başını qatmamalıdır. Vaxtını boş keçirməməlidir. Vaxtını dəyərli şeylərlə keçirməlidir. O zaman ayırt olunur. Kim necə olur? Ya şeytanlara uzaq olur insan, ya da ki batıl onu işğal etsin. Yəni, birinci növbədə dediyim, haqla məşğul olmaq lazımdır ki, batıl səni işğal eləməsin. Ancaq Peyğəmbərlərə də bilirik ki, vəsvəsələr gəlir. İndi aşağıda qeyd edərəm, deyəsən Nisa surəsinin 52-ci ayətini yox, 20 hansı surədən yazarım yadından çıxır. O ayədə bildirilir ki, Allahımız buyurur ki, ya Peyğəmbər, sənə və səndən öncəki gəlmiş Peyğəmbərlərin əsasında, Peyğəmbərlərdən deyir, elə birisi yoxdur ki, siz bir yaxşı şey arzuladıqda, ürəyinizdə deyəcəkdim, amma ürəkdə də, zahirən də, yaxşı şey arzuladıqda, şeytan vəsvəsə yolu ilə ona bir xələl qatmasın. Yəni, Peyğəmbərlər belə yaxşı şey arzuladıqda, yaxud etdikdə, şeytanlar onlara vəsvəsə yolu xələl qatarmış. Ancaq vəsvəsədən qurtulmaq üçün Peyğəmbərimiz də, insanlar da, Peyğəmbərlər də, adi insanlar da Qurana, yəni ilahi kitablara sımsıqı sarılmaqla, Allahın köməyi ilə qurtula bilərlər, yəni vəsvəsədən. Vəsvəsə xəstə etməz o adamlardır ki, Quranı can dildən oxuyarlar, Quranla cihad edərlər. Mən indi
Çox paylaşmışam. Yenə də paylaşacağım. Kanalda, YouTube kanalında, bu kanalda yəni. Bunu Facebook'da paylaşacağım. İnşallah bilək ki, YouTube kanalında ne olsun? Evet, tormuzlama getdim mən. Dincəl beyni. Hı-hı. Kompüter açıqdır deyə boş enerji istifadə olunur. Belə bir kompüter açıq görkəmişəm əslində bu olmaz da. Yəni insan gərək qənaət eləyər. İsraf edəndə şeytanlar ona olacaq olur. Mənə şeytanlar mənə olacaq olan ki, beynim tormuzlanır. İndi də dayansam öyle olacaq. Tez ol. Yekunlaşdı paylaş. İnşallah. Yəni YouTube kanalında, burada, yəni Zat adlı bölmədə görürsünüzmü, şeytanlar adam fikrini toplamağa mane olurlar. İfrat etdim, etmeyeyim. İnşallah Bismillahirrahmanirrahim. Video çəkəndə Bismillah eləməmişdim. Yəni, indi yolunu atdık başda. Demək, Zat adlı bölmədə ayələri yığmışam. Orada o ayələri anlamadan, bilmədən insan nə özünü, nə də ətrafdakıları dərk eləyə, düzgün dərk eləyə bilməz. O ayələrdə yuxarıda yazmışam, ayələrin nömrələrini yazmışam, yuxarıda yazmışam o hər bir nömrələrin sıranı, yəni bölmənin üstündə ruhla bağlı, vəhlə bağlı, yəni bilir ki, adi insanlara da bəhs gəldi. Məsəl üçün, 2-ci surənin Bəqərə surəsinin 259-cu ayəsində Allahımız buyurur və orada bildirir ki, arxasınca ayədə bildirir ki, bunu sizə dedim ki, dərk edəsiniz. Yəni, anlayasınız, bilirik ki, Allah bütün vəht verdiyi, peyğəmbərlərdən başqalarına vəht verdiyi insanların hamısını bir-bir desə, onda milyardlarla kitab olar. Bu, mümkün deyil onu oxumaq. Ona görə də Allahımız bir misal çəkir və digər ayələr də var. Yəni ki, peyğəmbərlərdən başqasına vəhyin gəlməsi, orada vəh haqqında, ruh haqqında, cinlərin dəyməyi, cinlərin təsiri, mələklərin təsiri haqqında ayələr var. Araşdırın, baxın, yoxsa psixiatrlara axışacaqsın. Psixiatrlarda nə cini dərmanla çıxara bilməz, cinin hökmünü dayandıra bilməz, nə də Allahın idarə etdiyi dünyanı, yəni Allahın qoyduğu qayda qanunlar var, onları öz əlində saxlaya bilməz. Bilir ki, psixiatriyada olan dərmanlar nə mələkləri, mələklər haqqında da var orada, nə cinləri, yəni adamdan uzaqlaşdıra bilməz, vəhyi uzaqlaşdıra bilməz. Kimsə danışanda deyirlər ki, vəhnəndə deyir, Allah mənə bunu dedi, yaxud Allah mənə bunu bildirdi, deyirlər, dəlidir bu. Əslində isə oxuyun, Zat adlı bölmədə indi paylaşırım. Bir çox ayələr sağ olun, bilmədən özünüzə və başqalarına pislik etmiş olarsınız. Qeybdən məlumat o ayələrdən başqaları da var, ancaq mən bir qədərini yığmışam. Sağ olun, hələlik, Allah amanında. Əsəblə bağlı, bir dənə onda deyim, əsəblə bağlı bir şey də deyim ki, bir veriliş çəkmişlər o gün. Verilişi çəkərkən oğlan ər-arvada yaxınlaşır küçədə, çəkiliş edən, deyir ki, kişi, ər və arvad bir-birinin telefonunu açıb baxsınlar. İcazə verirsinizmi? Kişi icazə verdi, qadın vermədi. Mən ilk, yəqin ki, vəsvəsə gəldi mənə, mən də dəqiq deyirəm, vəsvəsə gəldi ki, yəqin qadın polsundur, telefonda nələr varsa kişiyə imkan verməli baxsın. Əslində isə qadınlar çoxu əsəblə bağlı həkimə gedirlər və ərlərindən gizlərlər. Niyə? Çünki kişilərdə özlərində əsəb olduğunda deyirlər ki, mən kişiyəm, mən evin kişisiyəm, mən kişiyə hər şey olar falan, belə adını hallandırmırlar pislikdə. Qadınları isə qınayırlar. Əsəb olduqda, qadın qışqırdıqda deyirlər ki, qadın susmalıdır, qadın tabi olmalıdır. Əslində isə o qadınlar da, qadın da adi insan da, kişi ilə bərabər hüquqlu insandır. Kişi qadını qınadığına görə ki, əsəbisən, dəlisən, ay filan, ay dəli, ay başxarab dediyinə görə qadınlar da gizlincə müalicə alırlar. O
Məncə o qadın da telefonda hansısa nerpatoloqun nömrəsi var idi. Psixiatrlara getməyi məsləhət bilmirəm. Psixiatrlar qeydlə bağlı olan şeyləri, xəstəlik, şizofreniyanın xəstəliyi kimi güya müalicə edəcəklər, heç birini də edə bilmirlər. Bunlar belə fəaliyyətlərdir, ancaq nerpatoloqlar və nerpatoloqların dərmanları, internetdən ayrılmaq, internetdən, telefondan düzgün istifadə etmək və yeməklərinizə diqqət etmək əsəblərinizi qoruyacaq ən böyük amillərdir. Sağ olun, qeyddən olan xəbərlərə, qeydin bizə yəni təsirinə bağlı olan o ayələri zat-zat bölmədə baxın, inşallah. İstəyən ağıllı olmaq üçün ayələri istinad edəcək, istəməyən də gerdə qalıb, özünü də, ailəsini də, ətrafı da zülmə uğradı, ziyan çəkənlərdən olacaq sonda qiyamətdə. Sağ olun, Allah'a emanet.